Bismillahirrahmanirrahim. Əziz möminlər, Allah Rəsulunun bir hədisini sizin nəzərinizə çatdırmaq istəyirəm. Həzrəti Peyğəmbər Əkrəm buyurur ki, öz yanında olan səhabələri, sizə insanların ən xəsisini, ən tənbəlini və ən oğrusunu və ən zülümkarını tanıtdırımmı? Dedilər, ya Rəsulallah, söyləyin görək kimlərdir bu xüsusiyyətin sahibləri? Həzrəti Peyğəmbər Əkrəm buyurur, insanların ən xəsisi o kəslərdir ki, müsəlmanları gördükdə onlara salam verməyə. Yəni bir mömin, bir müsəlmanı gördükdə yaxşı olar ki, əvvəl ona salam versin. Çünki Ramazan ayının dualarında da var ki, mənə salamı faş etməyi, yəni ucadan salam verməyi bu ayda nəsib elə. İkinci dəstə cəmaatın ən tənbəli o kəslərdir ki, dili ilə Allahı zikr etməyə. Yəni Allah zikri onun dilində heç vaxt olmur. O insanları Allah Rəsulu tənbəl adlandırır. Yəni gərək mömin, müsəlman daima da olmasa, yəni bunun üçün yaddaşında və ya şərait olmasa, amma gündəlik bir neçə dəfə Allahı yad edə, Allahı zikr etmiş ola. Üçüncü dəstə o insanlardır ki, cəmaatın ən oğrusu o şəxsdir ki, namazlarında oğruluq edər. Namazlarında oğruluq dedikdə, yəni namazın qısaldılmış şəkildə, bəzən insan olur tez namazı qılır ki, heç onun bir çox hissələrini qısaldılmış formada, vacibi olan hissələri deyir ki, namazı boynundan atsın. Amma bununla belə Allah Rəsulü buyurub, bu cür insanlara qiyamət günü onların qıldığı namazları, necə köynə paltarları büküb atacaqlar, onların qıldığı namazları da onlara bükülərək onların üzünə atılacaq. Və insanların ən zülümkarı o kəsdir ki, mənim adım çəkiləndə salavat deməyə. Sonuncusu isə Allah Rəsulü buyurur ki, cəmaatın ən acizi o kişidir ki, dua etməkdən aciz ola. Mənim əzizlərim, mübarək Ramazan ayıdır. Bu ayda dua etməyi heç vaxt unutmayaq. Tək özümüzü yox, yaxınlarımızı, mömin, müsəlman qardaşlarımızı və vətən yolunda şəhid olan əzizlərimizi də yad eləyək dualarımızda.